imamlara aparan isnadlar. Bütün bu müzakirələrdən sonra gəlin indi də imamların əshabı deyə bizə tanıdılan o məşhur şiyə ravilərinin özlərinin halına nəzər salaq. Görəsən onlar bizə doğru dini, saf şəriəti öyrədəcək dərəcədə keyfiyyətli və etibarlı insanlar olublarmı? Şiyyələrdəki Əhbari məktəbinin banisi Mühəmməd Əmin Əl-Əstirabadi, İmam Sadiqin 4000-ə yaxın ravisi olduğunu və onların arasından Zürarə bin Əyun, Mühəmməd bin Muslim, Bureyd bin Muaviyə, 2 Hişam, Əbu Bəsir kimi nəhəng fəqihlərin yetişdiyini fəxrlə yazır. O, iddia edir ki, məhz bu fəqihlərin imamın cavablarından yazdıqları 400 usul, yəni 400 kiçik kitab şiyyəliyin təməl qaynaqlarıdır. Lakin Əl-Əstirabadinin bu həddindən artıq optimist təsvirinə Üsuli məktəbinin nümayəndələrindən Nuruddin Əl-Amili çox acı bir reallıqla cavab verir. O deyir, onun fəzilətli olaraq zikr etdiyi o kəslərin əksəriyyəti haqqında elə o ilk dövrlərdə uydurma hədislərin nə qədər çox olduğunu anlayır. Bu uydurma rəvayətlər o qədər çoxdur ki, onları sadəcə təqiyyə ilə izah etmək belə mümkün deyil. O hətta Əl-Feyyid bin Muxtarın İmam Sadiqə olan şikayətini nəql edir. Mən Küfədəki şiyə həlqalarında otururam və onların ixtilaflarına görə hələ o ilk dövrlərdə uydurma hədislərin nə qədər çox olduğunu anlayır. Bu uydurma rəvayətlər o qədər çoxdur ki, onları sadəcə təqiyyə ilə izah etmək belə mümkün deyil. O hətta Əl-Feyyid bin Muxtarın İmam Sadiqə olan şikayətini nəql edir. Mən Küfədəki şiyə həlqalarında otururam və onların ixtilaflarına görə hələ o ilk dövrlərdə uydurma hədislərini şikək ediləm. İmam isə cavabında deyir, bəli, vəziyyət sənin dediyin kimidir. İnsanlar bizim adımızdan yalan danışmağı çox sevirlər. Mən onlara bir hədis deyirəm. Yanımdan çıxan kimi onu tamamilə başqa bir mənaya yozurlar. Çünki onların məqsədi Allahın razılığı deyil, sadəcə dünyaya nail olmaqdır. Buradan aydın olur ki, şiyələrin o məşhur 400 usul adlandırdıqları təməl qaynaqlar ən yumşaq desək çox problemlidir. Və bu sadəcə bizim iddiamız deyil. Şiə alimi Murtada Əl-Ansari, başqa bir şiə aliminin, güya imamların tələbələrinin dini onlardan qəti yollarla öyrəndikləri iddiasına cavab verərkən kəskin bir dillə yazır. Bu qeyri-mümkün bir iddiadır və bunun qeyri-mümkün olduğu aşkardır. Buna ən kiçik dəlil elə imamların öz tələbələrinin dinin həm usulunda, həm də furunda etdikləri o dərin ixtilaflardır. Hətta onların özləri imamlara bu ixtilaflardan şikayət edirdilər. Bəzən imamlar onlara cavab verirdilər ki, güya bu ixtilafı onların arasına özləri təqiyyə məqsədi ilə salıblar. Bəzən də deyirdilər ki, bu ixtilafın səbəbi sizin aranıza soxulmuş yalançı ravilərdir. O hətta İbn Əbil Əvcə adlı bir zındığın edam edilməzdən əvvəl mən sizin kitablarınıza 4000 hədis soxmuşam dediyini xatırladır. Və Yunus bin Abdurrəhmanın İmam Baqir və Sadiqin tələbələrindən topladığı minlərlə hədisi İmam Rizaya təqdim etdikdə, imamın o hədislərin böyük əksəriyyətini inkar etdiyini nəql edir. Bütün bunlar o anlama gəlir ki, şiyələrin icma əshabı olaraq tanıdıqları, dinlərini onlardan aldıqları o ən böyük ravilər belə, imamların nəzərində ya elmi qəbul etməyə əhliyyəti olmayan, ya da əmanətə xəyanət edən insanlar olublar. Bir rəvayətdə İmam Baqir acı bir şəkildə deyir, əgər elmi əmanət edəcəyim, ona layiq olan cəmi 3 nəfər tapsaydım, onlara elə şeylər öyrədərdim ki, qiyamətə qədər halal və haram məsələsində başqa heç kimə ehtiyacları qalmazdı. Belə çıxır ki, o məşhur Zürarə, Mühəmməd bin Muslim kimi nəhənglər İmam Baqirin nəzərində o 3 nəfərin içinə belə daxil deyildilər. İmam Cəfər Əs-Sadiqə gəldikdə isə vəziyyət daha da ağla sığmazdı. Şeyx Əl-Müfid fəxrlə yazır ki, alimlər ondan rəvayət edən siqa, yəni etibarlı ravilərin adlarını toplayıblar və onların sayı 4000 nəfərə çatıb. 4000. Bu fantastik bir rəqəmdir. Sünnət aləminin ən böyük imamlarından heç birinin bu sayın yarısına belə çatacaq qədər rəvayətçisi olmayıb.
İmam Malik kimi şöhrəti Əndəlüsdən Xorasana qədər yayılmış bir nəhəngdən rəvayət edənlərin sayı ən yaxşı halda 1300 nəfərdir. İmam Əhməd bin Həmbəldən isə heç 600 nəfərə çatmır. Bəs necə olur ki, İmam Malik kimi dərsləri hər kəsə açıq olan bir alimin 1300 tələbəsi olduğu halda, güya təqiyyə şəraitində yaşayan, qapalı bir mühitdə fəaliyyət göstərən İmam Cəfərin birdən-birə 4000 etibarlı ravisi ortaya çıxır? Və necə olur ki, o 900 nəfər mənə Cəfər rəvayət etdi deyən Küfəli ravinin hekayəsi bizə yalnız bir şeyi sübut etmir? Küfə şəhərinin o dövrdə İmam Cəfərin adından yalan uyduran nəhəng bir hədis fabrikinə çevrildiyini. Bu küfəli ravilərin arasında Cabir bin Yezid Əl-Cufi xüsusi bir yer tutur. O iddia edir ki, tək başına İmam Baqirdən 70.000 hədis eşidib və bu hədisləri heç kimə danışmayıb. Digər tərəfdən isə səhih bir şiə rəvayətində İmam Sadiqin özü deyir ki, mən Cabiri atamın yanında cəmi bir dəfə görmüşəm. Mənim yanıma isə o heç vaxt daxil olmayıb. Bu iki rəvayət bir-biri ilə necə uzlaşa bilər? Bütün bu problemlərin kökündə dayanan ən fundamental məsələ isə budur. Şiə məzhəbində hədisləri tənqid etmək, sənədləri yoxlamaq elmi, yəni rical və dirayət elmləri çox gec bir dövrdə formalaşıb. Şiə alimlərinin özlərinin də etiraf etdiyi kimi 10-cu əsrdə yaşamış Şəhid Əs-Saniyə qədər onların bu sahədə yazılmış müstəqil bir kitabları belə olmayıb. Və o bu elmi inkişaf etdirərkən terminologiyanı birbaşa sünni alimlərinin kitablarından götürüb. Hədislərin səhih, həsən, muvassəq və zəif kimi 4 qismə bölünməsi isə şiəlikdə daha da gec 7-ci əsrdə Əl-Allamə Əl-Hilli tərəfindən tətbiq edilməyə başlayıb. Lakin bu yeni tənqidi metod şiə aləmində böyük bir müqavimətlə qarşılaşıb. Çünki əxbari məktəbinə mənsub olan alimlər dərhal görüblər ki, əgər bu sərt qaydalar tətbiq edilsə, onların hədis külliyatlarının böyük əksəriyyəti tamamilə etibarsız və zəif hesab ediləcək. Əl-Hur Əl-Amili yazır, bu dördlü bölgü əslində bütün hədislərin zəif olması nəticəsinə gətirib çıxarır. Yusif Əl-Bəhrani isə daha da kəskin danışaraq bu metodun bütün şəriətin çökməsinə səbəb olacağını deyir. O, bu dəhşətli etirafı edir. Səhih və həsən olan hədislər dinin hökmlərinin yalnız çox kiçik bir hissəsini qarşılayır. Əl-Kafi kitabının belə əksəriyyəti bu təsnifata görə zəifdir. Ona görə də bizim qarşımızda cəmi 2 yol var. Ya qədim alimlərimiz kimi bütün bu qarşı xəbərlərin hamısı ilə əməl etməliyik, ya da bu dindən imtina edib özümüzə başqa bir din, başqa bir şəriət seçməliyik. Üçüncü bir variant yoxdur. Məhz bu dərin böhran səbəbindən bir çox şiə alimi rəvayətlərin sənədlərini, yəni isnadlarını incələməyi tamamilə mənasız bir iş hesab edirlər. Onlar deyirlər ki, əgər Əl-Kuleyni kimi böyük bir alim bir hədisi öz kitabına daxil edibsə, deməli, o həmin hədisin səhih olduğuna inanıb. Və bu bizim üçün kifayət etməlidir. Bəziləri isə daha da irəli gedərək tamamilə başqa, çox təhlükəli bir metod təklif edirlər. Mirzə Əbul-Həsən Əş-Şərani yazır, bu kitablara yanaşarkən mənim tərzim ravilərin halına baxmaq deyil. Çünki burada etimad olunan şey sənəd deyil, mənadır. Beləliklə də, əgər bir hədis mənim məzhəbimin təməl prinsiplərinə və mənim ağlımın dəlilinə uyğun gəlirsə, sənədin nə qədər zəif olursa olsun, o mənim üçün səhihdir. Yox, əgər bu ikisinə müxalifdirsə, sənədin nə qədər səhih olursa olsun, o mənim üçün zəifdir. Məhz buna görə də Usulül Kafi kitabındakı hədislərin əksəriyyəti mənim nəzərimdə zəifdir. Bu inanılmaz bir etirafdır. O açıqca deyir ki, hədisin səhih olub olmamasına onun sənədi deyil, mənim şəxsi əqidəm və mənim şəxsi ağlım qərar verir. Və bu subyektiv metodun nəticəsi nədir? Başqa bir şiə alimi Ali Tabatabai Əl-Burucurdi bu acı həqiqəti belə ifadə edir. Bu kitablara alınmış səhih hədislər qara inək üzərindəki tək bir ağ tük kimidir. Beləliklə, bütün bu etiraflardan,
bütün bu daxili ziddiyyətlərdən və bu dərin metodoloji böhrandan sonra gəlin o əsas suala qayıdaq. Əgər şiələrin özlərinin imamlarından onlara gəlib çatan elmi mirasın keyfiyyəti haqqında təsəvvürləri budursa, o zaman bu miras həqiqətən də ümməti ixtilafdan qorumaq, onlara qəti və şübhəsiz bir hidayət yolu göstərmək gücündədirmi?